Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Yanvar ayının 28-i həftənin çərşənbə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Bu ay yanvar ayının pensiyaları bütünlüklə ödənildi, amma artım əlavə olunmadı. Niyə əlavə olunmadı? Bu sualın cavabını millət vəkili Vüqar Bayramov, İqtisadçı alim Vüqar Bayramov cavablandırıb. O bildirib ki, 2025-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır. Amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq. Vüqar Bayramov belə deyib və Vüqar Bayramov onda deyib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. Əmək pensiyaları haqqında qanunun 4-cü maddəsinə əsasən əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq deyə Vüqar Bayramov bildirib.